Her vaxtınız xeyir değerli dostlar. Yeniden bir yerdəyik və bugün sizi möhtəşəm bir səyahət gözləyir. Addım-addım kəşf etdiyimiz bu yollarda tarixin, təbiətin və yenidən doğulan möcüzələrin şahidi olacağıq. Hazırsınızsa vaxt itirmədən yolumuza başlayaq. Bizi bu yolda tək qoymamaq üçün videonu bəyənməyi, növbəti kəşflərimizdən dərhal xəbərdar olmaq üçün isə kanala abunə olub bildirişləri aktivləşdirməyi unutmayın, dəstəyiniz qarşılıqlı önəmlidir. Xankəndinin rütubətli, bərəkətli yağış altında şəhərin yeni dövrünü addımlayırıq. Hazırda bu küçələr böyük bir quruculuq meydanını xatırladır. Elə bu günlərdə şəhərin su və kanalizasiya sisteminin tamamilə yenilənməsi, müasir yağış suları kollektorunun qurulması planı təsdiqləndi. Ya yağan yağış, ya da qızğın tikinti işləri bu qədim yurdun dirçəliş tempini zərrə qədər də azalda bilmir. Gələcək planlardan danışarkən Xankəndi, Xocalı və Xocavənd üçün nəzərdə tutulan tamamilə yeni bir layihəni qeyd etmək yerinə düşər. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun 2026-2030-cu illəri əhatə edən aqrar sektorun inkişafı üzrə dövlət proqramı toplantısında bildirdiyi kimi, azad edilmiş ərazilərdə fermerlərin işini asanlaşdıracaq, müasir aqroservis mərkəzləri qurulur. Müəyyən edilən 6 fərqli məntəqədə müvafiq dövlət qurumları vahid məkanda birgə fəaliyyət göstərəcək. Bu addım sahibkarların və torpaqla məşğul olan şəxslərin bütün lazımi xidmətləri bir ünvanda daha rahat şəkildə almasını təmin edəcək. Eyni zamanda Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bağçılıq və əkin sahələrinin su təminatını yaxşılaşdıracaq iri miqyaslı layihələr icra olunur. Su infrastrukturunun qurulması başa çatdıqdan sonra bölgədə müasir irriqasiya sistemlərinin quraşdırılması və yeni bağların salınması üçün geniş imkanları yaranacaq. Ekranda gördüyünüz bu bərəkətli yağış damcıları tezliklə müasir suvarma sistemləri ilə birləşdirərək Qarabağ torpağına bol məhsul, ölkəmizə isə iqtisadi yüksəliş gətirəcək. Gecə qaranlığı çökür, leysan yenidən şəhərin işıqlarına qarışır. Yağış damcılarının pəncərələrə vurduğu bu sakit toxunuş əslində Xankəndinin daxili hüzurunu əks etdirir. Gecənin bu vaxtı belə gələcək planların icrası dayandırılmır. Qarabağın bu mühüm nöqtəsində nəqliyyat qovşaqları genişləndirilir. 2026-cı ilin sonuna qədər inşası tamamlanacaq. Xankəndi dəmir yolu və avtovağzal kompleksi şəhərin paytaxtla və digər bölgələrlə birbaşa bağlayacaq. Eyni zamanda ətraf rayonlarla birlikdə burada yaradılacaq böyük aqroservis mərkəzləri bölgənin iqtisadi gücünü daha da artıracaq. Bu işıqlar yağışlı gecənin qoynunda gələcəyə açılan ümid pəncərəsidir. İllərin həsrətindən sonra öz sahiblərinə qovuşan binalar indi gecənin qaranlığında tamamilə fərqli bir nağıl danışır. Biz isə bu tarixi anları qeyd etməkdən, yenidən doğuluşun səsini sizə çatdırmaqdan qürur duyuruq. May ayının sonunda şəhərdə tam bərpa edilən mədəniyyət mərkəzinin qapıları yenidən açıldı. Yeni sənaye obyektləri fəaliyyətə başladı. Xankəndinin gələcəyi çox böyük planlar üzərində qurulub. Təsdiqlənən yeni baş plana əsasən, bura yaxın illərdə 80 min nəfərlik əhalisi olan yüksək infrastruktura malik müasir bir mərkəzə çevriləcək. Hər gün yeni investisiyalar yatırılır, gələcək layihələrin təməli qoyulur. İndi isə gəlin birlikdə Xankəndi Zəfər Parkının gecə sükutuna bərqərar olaq. Yağış damcıları altında parıldayan bu yaşıl cığırlarla asta-asta irəlilədikcə qəlbimizi fərqli bir dincilik bürüyür. Yolumuzu işıqlandıran fənərlərin şüalarında süzülən hər damcı bu torpağın azadlıq nəfəsini vizual bir sənət əsərinə çevirir. Ətrafdakı uca ağaclar, yarpaqların xışıltısı sanki keçmişin xatirələrini bugünün zəfər sevinci ilə qovuşdurur. Yaxındakı binaların pəncərələrindən süzülən isti işıqlar isə şəhərin artıq tamamilə bizə aid olduğunu, bura qayıdan həyatın səmimi istiliyini hər kəsə nümayiş etdirir. Zəfər Parkı gecənin bu ecazkar vəhdətində həm qürurumuzun, həm də gələcək gözəl günlərimizin ən dinc güşəsi kimi heyranlıq oyadır. Budur, buludlar çəkilir və günəş şəhərin müasir simasını bütöv əzəməti ilə ortaya çıxarır. Günəşin şüaları altında canlanan bu meydanlar yaxın gələcəkdə regionun ən gözəl güşələrindən biri olacağımızın ən parlaq sübutudur.
İndi isə diqqətimizi Qarabağın tacı, mədəniyyətimizin beşiği olan Şuşaya yönəldirik. Şəhərin qədim ruhunu və müasir xidmət mədəniyyətini özündə birləşdirən Yasəmən Oteli bu gözəl diyarın ən unikal məkanlarından biridir. Tarixi binaların memarlıq üslubuna sadiq olaraq bərpa edilən bu guşə qonaqlarına keçmişlə bugünün vəhdətini təqdim edir. Pəncərələrdən boylanan əsrarəngiz Şuşa mənzərələri, dumanlı dağlar və yaşıl meşələr insana sonsuz bir hüzur bəxş edir. Səhər tezdən bura yayılan Yasəmən ətri şəhərin təmiz havası ilə qovuşaraq unudulmaz xatirələr yaradır. Şuşaya gələn hər bir kəs bu otelin və ətraf təbiətin seyrinə qərq olur. Buraların hər daşında, hər cığırında tarixin canlı nəfəsini hiss edir. Videomuzu bəyənərək və düşüncələrinizi şərhlər bölməsində qeyd edərək kanalımızın böyüməsinə böyük töhfə verə bilərsiniz. Sizin hər bir rəyiniz növbəti səyahətlərimiz üçün bizə yeni bir stimul bəxş edir. Dağların qoyununa sığınan bu qədim yurd yerlərimiz zəngin meşə örtüyü və təmiz dağ havası ilə insanı ilk baxışdan heyran qoyur. Xocavəndin füsunkar təbiətə malik Xanoba və Güney Xırman kəndləri. Xanoba və Güney Xırman kəndləri illər sonra yenidən öz əsl sahiblərini qəbul etməyə, Qarabağın dirsəliş payından öz payını almağa hazırlaşır. Hazırda bu ərazilərin potensialının bərpası, kənd təsərrüfatı və heyvandarlığın yenidən canlandırılması istiqamətində mühüm addımlar planlaşdırılır. Yamacları bürüyən yaşıl mənzərələr, uca dağların ətəyindəki bu torpaqlar yaxın gələcəkdə müasir infrastrukturla birləşərək bölgənin ən abad güşələrindən birinə çevriləcək. Bu kəndlərin hər bir cığırında addımladıqca doğma torpağa qovuşmanın verdiyi o böyük qüruru və dincliyi bütün qəlbimizlə hiss edirik. Qarabağın hər qarşında şahid olduğumuz bu möhtəşəm dirçəliş gələcəyə atılan ən inamlı addımlarımızdır. Bugün Xankəndinin yağışlı küçələrindən Şuşanın dumanlı dağlarına, Xocavəndin qədim kəndlərinə qədər uzanan unudulmaz bir bərpa tarixinə birlikdə nəzər saldıq.
Bizim də bu həyəcanı paylaşdığınız, bu yolda bizlə yoldaşlıq etdiyiniz üçün hər birinizə dərindən minnətdarıq. Yeni yollarda, tam fərqli kəşflərdə və növbəti videolarımızda yenidən görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın, hələlik.